İsrailin nüfuzlu nəşrlərindən olan The Jerusalem Postda MENA üzrə analitik Ohad Merlin tərəfindən yazılan Azərbaycan yolu Bakıdan Qüdsə 3 dərs adlı məqalə ölkəmizin regiondakı roluna tamamilə fərqli prizmadan baxır. Müəllif açıq yazır ki, Azərbaycan artıq sadəcə regional aktor deyil, strateji pivot, yəni geosiyasi mərkəzə çevrilib. Bu ifadə təsadüfi deyil. Bu, Qərb və İsrail analitik düşüncəsində formalaşan yeni yanaşmanın açıq göstəricisidir. Məqalədə vurğulanır ki, Azərbaycan yalnız enerji tərəfdaşı deyil, həm də mürəkkəb geosiyasi mühitdə fəaliyyət göstərən sofistik aktordur. Yəni mürəkkəb gedişlərlə oynayır. Ən maraqlı məqamlardan biri isə Azərbaycanın xarici siyasət modelidir. Müəllif bunu strateji manevr qabiliyyəti kimi təqdim edir. Yəni Azərbaycan eyni anda İsraillə əməkdaşlıq edir, İranla kommunikasiya saxlayır, Rusiya ilə əlaqələri qoruyur, Türkiyə ilə ittifaq qurur. Bu klassik siyasət deyil. Bu balans üzərində qurulan çoxqatlı strategiyadır. Məqalədə daha sərt və açıq bir fikir də səslənir. Azərbaycan heç bir güc blokundan asılı olmamağa çalışır. Bu əslində müasir geopolitikanın ən çətin modelidir. Müstəqil qalaraq hamı ilə işləmək xüsusi bacarıq tələb edir. Məqalənin ən diqqət çəkən hissələrindən biri isə gələcəklə bağlı proyeksiyadır. Müəllif artıq yeni geosiyasi oxdan danışır. Qüds, Bakı, Əbu-Dabi oxu regional əməkdaşlığın yeni modeli ola bilər. Bu artıq sadəcə əməkdaşlıq deyil, yeni regional arxitektura ideyasıdır. Statın sonu. Yazının tam versiyasını şərh bölməsində paylaşdığımız link vasitəsilə oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.